Ve bizim sonuncu dərsimiz, yəni ən axırda keçdiyimiz mövzu nə idi? Üslub, bir də üslubiyyət mövzusu, düzdürmü? Birinci gəlin üslub və üslubiyyatı sizə bir balaca bir sorğu-sual eləyəcək. Amma zəhmət olmasa hər kəs səsi açıq qoysun. Sual verməyəcək, çünki vaxt itirməmək naminə digərinə keçəcəm. Günellə başlayaq elə. Günel, sizlə başlayaq. Bəli, müəllim, buyurun. Demək Günel, belə bir sual verək. Üslub sözü daha geniş anlaşılır, yoxsa üslubiyyat? Üslub söz daha geniş Bəli, anlamda. üslub sözünü həyatımızın bir çox məqamında işlədə bilərik. Düzdür, bəli. Reyhan Muradov. Reyhan, deyirəm ki, məntiqlik, dəqiqlik, ardıcıllıq hansı üslubun xüsusiyyəti olur? İlmi üslub, Necə? Yox, ilmi üslub. məntiqlik, dəqiqlik, ardıcıllıq, məntiq harda olur Reyhan? Elmidə. Elmidə, bəli. Reyhan, siz keçən dərs var idiniz, yoxsa Reyhan təzədə qoşulub? Yox, mənim var idi, amma mən də ilmi üslub dedim elə. Elmi dedin Reyhan. Elə ilmi üslub dedim. Elmilikdir. Bax, elmdə nə olur? Məntiqlik olur, dəqiqlik olur, ardıcıllıq olur, düzdür bəli. Aha, Spanla davam edirik. Span, Bəli, deyirəm ki, yarımçıq söz və cümlələrdən geniş istifadə olunur. Dialekt üslub formasıdır. Hansı üslub olar? bədii üslub. Və yarımçıq söz və cümlələr. Harda olur? Məişət. Bəli, Keçən dəfə vulqar və barbarizm cümlələrin bədii üslubda işləndiyini o demişdik. isə Yəqin ki, bəli, bədii üslubda Bəli, orada. yalnız obrazın dilində nəyə işlənilə bilər. Düzdür, bəli. Bəli. Gülbənizlə davam edirik. Gülbəniz Bəli. Gülbəniz deyirəm ki, aydınlıq, anlaşılır, təsirlilik, kütləvilik, bu hansı üslub olar? Bu publisistik üsluba aiddir. Sağ ol. Aydınlıq, anlaşılırlıq, bəli, publisist. Düzdür, bəli. Davam edirik. Bir saniyə. Rəqsanə Əliyeva. Rəqsanə, səs açaq. Aha. Rəqsanə, demək deyirəm ki, Bir Qalanın Sirri filmində sim idi, nar idi, sonra qanlı daş idi. Bunlar yazının hansı növləri olar? Yazımın əşyəvi. Sağ ol. Düzdür, Rəqsanə. Bəli, əşyəvi yazıya nümunə olacaq. Düzdürmü? Bu qədər yetər, kifayətdir. İndi sual vermədiklərim oldu, düzdür. Ekran paylaşımı eləyirəm. Kimin üslub və üslubiyyətlə bağlı nə sualı varsa desin, baxaq suallarda. Yəqin ki, testləri hər kəs edir. Müəllim, 28-ə baxa bilərik. Baxaq, əlbəttə. 30 saniyə. Səhifə neçədə idi uşaqlar bu? 171 idi də. Bir saniyə. 28, baxaq. 28-ə qədər varmı? Kimdəsə problem var? Baxaq 28-ə. Nə deyir? Rəsmi sənədlərin dili üçün səciyyəvi deyil. Yəni, rəsmi sənədlərin dili üçün səciyyəvi deyil. Yəni, demək istəyir ki, rəsmi işgüzar üsluba aid deyil. Tarixi əhəmiyyətliyi düzdür. Rəsmi işgüzar üslub tarixi olur. Dil yığcamlığı düzdür. Normallığı, möhkəmliyi düzdür. Normanın ən çox qorunduğu üslub rəsmi işgüzar üslubdur. Ən çox pozulduğu məişətdir. Fikrin hüquqi əsaslığı təbii ki, düzdür. Hüquqilik rəsmi işgüzardadır. Deyir ki, müxtəlif mövqe və maraqları əks etdirilməsi. Baxın, müxtəlif mövqe və maraqları əks etdirmək hansı üslubun asar sözləridir? Publisistik. Publisistik nə idi? Radio və televiziyanı. Bax, sizə belə bir nümunə dedim. Mən dedim ki, radioda, televiziyada çoxlu verilişlər olur. Düzdürmü? Hər kəs nə edir? Öz mövqe və marağına uyğun verilişləri istəyir də. Bu da olur nə? Publisistik üslubu olur da. Müəllim, ona görə yox, məni çaşdıran şey o oldu ki, axı biz dedik, bu belə deyim də, rəsmi sənədlərin dilində də, həmçinin dövlətlərin yazışmaları və s. və ilaxır da bunlara daxildir də. Burada da axı mövqe və maraqların bəhs edilməsi getmir burada. Hansısa ölkənin mövqeləri, maraqları. Yox. O cəhətdən düşünmürük də, yəni mövqe və maraqları əks etdirməyə, bax, publisistik üslubun asar cümləsidir. Mövqe və maraqları əks etdirməyə indi ondan baxmadı. Ölkələrin mövqe və marağı deyil, buradan söhbət getmir əxə. Buradan ümumi olaraq, ümumi insanların zövqü, mövqeyi, marağı, nə bilim, reytingi, yəni o O elə cəhətdən. çaşdıran mənə o oldu, yəni əsasən Y-yi yönəlməyimin səbəbi, belə deyim də, S-yi yönəlməyimin səbəbi oldu ki, çünki sanki bütün variantlar uyurdu. Bunu demişdik. Dərs izahında da bunu demişdik ki, müxtəlif mövqe və maraqlardır. Sonra
Deyin. Müəllim, 34-cü suala baxa bilərik. Baxaq, 34. Ara sözlərdən bax, ara sözlərdən geniş şəkildə istifadə olunur. Bu elmidir. Çoxunuz ara sözlərdən istifadə edəndə bunu məişət götürürsünüz. Yanlışdır. O ara söz sizin bildiyiniz loru mənada işlənən ara sözlər deyil. Ara söz nədir? Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlər. Odur. O da işlənir elmi üslubda. Bax, bu necə izah vermişdim. Alimdir, neynir? Müzakirə eləyir, danışır. Obrazın ilk formasıdır, bədii. Obrazı varsa bədiidir. Sərbəstlik və təbiilik, təbii ki, məişət. Aydınlıq, anlaşıqlıq nədir? Publisistik. Burada yoxdur nə? Nə olmadı burada? Rəsmi işgüzar olmadı. A variantı yoxdur. Hansı variantda çaşmışdım burada? Mən burada siz dediyiniz kimi birinciyə yazmışdım elmi. Elmidir. Bu Arası ara sözlərdə məişədi yazmışdım, bəli. Yox, ara sözlər uşaqlar, bax sizin o bildiyiniz, o düşündüyünüz ara söz deyil. Bunu keçən dəfə dedim. Ara söz nədir? Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Bax, onun izahını necə verdim? Alimdir. Məsələn, mən sizə nəsə bir şey izah edirəm, elmi bir şey izah edirəm də, düzdürmü? Siz nə edirsiniz? Sual verirsiniz, münasibət bildirirsiniz, müzakirə edirsiniz. Ara söz bərabərdir müzakirə eləmək. Yəni sizin o beyninizdə tutduğunuz o loru söz mənasındakı ara söz deyil. Bu o ara söz deyil. Bu fərqli bir şeydir. Başa düşdüm müəllimə, çox sağ olun. Buyurun. Bir də müəllimə 50-ci suala da baxa bilərsiniz, zəhmət Baxaq. olmasa. Baxaq. 31 də zəhmət olmasa. 31. 31. Tamam. 31-ə qalxaq. Fərdi üslub. Bax, fərdi üslub nədir? Fərd şəxsin özüdür də. Fərdi üslub şəxsin öz başına özünün yaratdığı üslubdur, məhsuldur. Yəni insan nəsə yaradır, ortaya qoya bilirsə bu fərdi üslubdur. Fərdi üslubda özünü ən çox, ən qabarıq harda göstərir? Bədii üslubda. Bax, bədii üslub nə idi? Ədəbiyyatdakı əsərlərin dili idi. Və bizim ədəbiyyatımızda çoxlu bizim klassiklərimiz var. Nəsimi var, Nizami var, Füzuli var, Sabir var. Nə o qədər bizim klassiklərimiz, öz sözünü demiş şairlərimiz var ki, hər bir şairin nəyi var? Özünə məxsus yaradıcılığı var, dəst xətti var. Bax, demək fərdi üslub özünü hamısı harda göstərir? Bədii üslubda. Yəni şairlərin yaradıcılığında. Şairlərin yaradıcılığı da hardadır? Bədii üslubda. Bir də fərdi üslubla bağlı nəyi deyə bilər? Deyir ki, fərdi üslub deyir ki, fərdi üslubu mövcud ictimai tarixi şərait yetişdirir. Bəli, və fərdi üslubu mövcud ictimai tarixi şərait yetişdirir. Mövcud ictimai tarixi şərait bilsiz nə deməkdir? Nə deməkdir? Yəni, şairi yazmağa vadar eləyən nədir? Dövründəki səbəblərdir, dövründəki problemlərdir. Okay. Tamam, çox sağ ol. Buyurun. Sonra 23. 43-ə baxa bilərik. baxaq. 23, sonra 43. 23. Hansı üslub elmiyə aid deyil? Dilinin çətinliyi aiddir. Bax, elm çətin olub. Bunu keçən dəfə də dedim. Çünki elmdə nə var? Terminlər var. Termin çətindir də. Elm asan olsaydı hamımız alim olardı. Belə düşün. Sözün məcazi mənasından istifadə. Elə cavab B variantıdır. Məcazi mənadan istifadə bədii üsluba aiddir. Elmidə məcazlilik neyinir ki? Cavab B-dir. Mürəkkəb cümlə və modal sözlərə geniş yer verilməsi təbii ki, elmdə var. Mürəkkəb cümlələr elmdə var. Çünki elm necə olur? Çətin olur. Qrafik və düsturlardan istifadə təbii ki, elmdə var. Riyaziyyatda, fizikada, kimyada istifadə edilir. Düzdürmü? Bəli, var. Terminlərdən daha çox istifadə, bu da təbii ki, var. Termin nədir? İxtisas və peşə ilə bağlı olan sözlərdir. Düzdürmü? Termin nədir? İxtisas və peşə ilə bağlı olan sözlərdir. Bunlar da elmdə olurdu. Elmdə nə var? Terminlər olur da, düzdürmü? Belə. Sonra 32-yə baxa bilərik mənim baxaq, 32. Nümunələrdən birində elmi üslubun xüsusiyyəti özünü göstərir. Deyir ki, hidrosfer yerin təbəqələrindən biridir. Təbii ki, burada elmilik var, hidrosfer. Atmosferin yuxarı təbəqələrində oksigen az olur. Atmosfer, oksigen yenə var, bəli. Bədii təyini epitet deyilir. Bu, ədəbiyyatda işlənən bir termindir. Bilirsiniz də, epitet ədəbiyyatda işlənən termindir. Ədəbiyyat da elmdir. Ədəbiyyatda işlənən terminlər elmi üslub sayılır. Təbii ki.
O düsturla enerji vahidi təbii ki, yeni elmi üslub sayılır. Niyə də yox? Dəniz kimi mavi gözləri ona xüsusi gözəllik verirdi. Xeyr. Bax, Y variantında elmilik hardadır? Y variantında bədilik var. Dəniz kimi mavi gözləri. Neynir? Şey var da burada. Ne dedik var? Təşbih var. Bənzətmə var. Neynir? Gözünü dənizə bənzədir. Belə. Ona görə burada cavab nə edir? Eləcək Y variantı. Sonra 43 müəllim. 43. 43'e kadar var kimdəsə. Varsa deyin. 43'e kadar kimdəsə var mı? Müəllim, 39-a da baxaq da. Baxaq necə. 39. Yenə aydın və anlaşılırdır publisistik. O publisistik nə idi? Radio və televiziyanı dedi. Radio və televiziyada danışan insan necə danışmalıdır? Aydın danışmalıdır, anlaşılır danışmalıdır ki, hər kəs onu anlasın, başa düşsün. Dialekt üstün nitq formasıdır. Təbii ki, məişətdir. Məişət necə olur? Məişət dialektin bir tık üstüdür. Yəni bir tık üstündə danışmalısan da məişətdə. Məişətdə dialektlə danışmaq olmaz. Dialekti üstünə tutmalısan. Modallıq bildirən söz və ifadələr daha çox işlənir. Bu elmidir. Bax, modallıq bildirən söz ara söz deməkdir. Yəni danışan ifadə etdiyi fikrə münasibət bildirmək. Bu da hansı üslubdadır? Təbii ki, elmidədir. Varvarizm və vulqarizmlərdən istifadə edilir bədii üslubda obrazın dilində. Varvarizm və vulqarizmlər ola bilər bədii üslubda obrazın dilində. Demək, burada yoxdur nə? Publisistik yoxdur. O deyir avarim. Yox, rəsmi Hə, yoxdur müəllim. nəsə deyirdin Nikah? İşgüzar yoxdur məncə burada. Yox. Rəsmi işgüzar. Hə, rəsmi işgüzar yoxdur. B variantı. Düz deyirsən. Aydın və anlaşılır variantı da bəli. Yaxşı, çox sağ olun. Buyurun. Sonra 43 demişdiniz. Bəli, müəllimə, 43. 43'e baxaq. Zərcələrin birində yalnız dilçiliyə elminə aid terminlər verilmişdi. Bax, üslub morfologiya mutasiya. Mutasiya biologiya aid bir şeydir. Mutasiya nədir? Dəyişmədir də. Cavab B-dir. Sintaksi, söz birləşməsini və cümləni öyrənən dilçiliyin bir hissəsidir. Onu bildim, amma bu leksem nədir, onu Leksin, bilmədim. leksikaya aid dilçilik vahidi demək. Hə, leksika yazılma, leksem yazıldığına görə biz bunu mən Leksin, məktəbdə keçməmişdik. leksikaya aid dilçilik vahidi deməkdir. Leksikanın ən kiçik dilçilik vahidinə nə deyirlər? Leksim deyil. Müəllimə, çox üzr Leksim, istəyirəm. Bu dilçilikdə terminlər məktəb leksikologiya proqramına şöbəsinin daxil vahidi deyil. nədir? Bu məktəb proqramına daxil olan bir şeydir, bu leksem Xeyr, sözü. yoxdur, yox. Hə, ona görə bilmirəm, üzr istəyirəm. Yox, elə bir şey. Orta məktəbdə çox da onun adı keçmir. Xeyr. Müəllimə, Sonra 45-ci ümumiyyətlə heç başa 45. düşməmişəm. Bəli. 45 dedin. Sonra 45-ci test tipli test imtahana düşmür. Düzdür, burada var amma imtahana sizə belə bir şey düşmür. Amma izah edeyim. Deyir ki, verilmiş nümunələrin hansında fikir mübaliğə şirtmə deməkdir. Bax, ədəbiyyatda bir dənə orta məktəbdə yadınıza salın. Deyir ki, Koroğlu, ən çox Koroğlu ilə bağlı Dədə Qorqudda bu igidləri şirtmək üçün, onların gücünü şirtmək məqsədi ilə nə deyirdi? Dədə Qorqud bir oturuma, nə bilim, 10 qazan aş yedi, 5 qazan, nə bilim, içki içdi. Və ya Dədə Qorqudda deyir ki, o qədər igidlər güclüdür ki, onların ox atdığı yerdə 3 il ot bitmir. Nə bilim, oradakı igidlər 7 başda əjdaha ilə görüşür, döyüşür, neyini? İndi deyir ki, fikir mübaliğəli deyil. Yəni fikirdə şirtmə yoxdur. İnsan dünyadan böyük. Təbii ki, mübaliğə var, şirtmə var. Adama sual verərlər ki, insan dünyadan necə böyük? Hiddəti dağları titrədən ürək. Yenə mübaliğə var. İnsanın hiddəti dağı necə titrədə bilər? Dünya insan sevgisindən kiçikdir. Yenə mübaliğə var, şişirdir də. Elmin yollarında qayalar sərt-sərt dişim dırnağımla qopartdım sizi. Burada da mübaliğə var. Yəni mən dişim dırnağımla o həmin qayaları neynədim? Qopartdım. Adama deyərlər ki, diş dırnaqla qayamı qopardım da. Burada cavab D-dir. Sükutu ləngərli əruz vəznidir. D elmi üslubdur. Vəzindən bəhs edir. Əruzun vəzinlərindən. Əruz, heca, sərbəst şeir vəzni. D variantında yoxdur axı mübaliğə, şirtmə yoxdur. Yəni adicə cümlədir. Sükutu ləngərli əruz vəznidir. Əruz vəznindən bəhs edir. Nə şişirdir, nə bir şeydir. Ona görə cavab D variantı.
Müəllimə, orada o bənzətmə deyil. Bənzətmə deyil o. Necə Sükutu, necə? sükutu ləngərli əruz vəznidir. Orada bənzətmə deyil. Yo, nəyə bənzədir ki, necə? Sükutu ləngərli burada əruzun rəməl bəhrindən bəhs edir. Rəməl nə idi? Dəvələrin o ağır-ağır yerişi idi. Yəni, heç nəyə bənzətmə demir axı. Mən elə bildim bu da belə bədii cümlədir də. Yo, Yəni yo, ilmidir. Burada heç nəyə bənzətmir axı. Sükutu ləngər. Məsələn, şeirdir. Deyir bu şeir sükutu ləngərli əruz vəznidir. Sükutu ləngərli də burada əruzun rəməl bəhrindən bəhs edir. Onu demək istəyir. hə, başa düşdüm. Aha. Sonra deyin getdik. Var burada kimdəsə sual, problem? Yoxdur. Bitdi sualınız. 50-ci suala baxa bilərik Baxaq, müəllimə. Nərmin, baxaq. Nə deyir? Deyir ki, Nərmin, publisistik üslub haqqında hansı fikir doğrudur? Bizdən doğru fikir istəyir. Mücərrəd obrazlılıqdan istifadə olunmur. Elə A düzdür, Nərmin. Mücərrəd obrazlıq bilsiz nə deməkdir? Mücərrəd toxuna bilmədiyimiz, gözlə görə bilmədiyimiz bir növ hisslərlə bağlı olan şeylərdir. Arzu, xəyal, sevgi, istək, yuxu, məqsəd, tale, qismət, o belə şeylər. Deyir ki, publisistik Bədiliyə aid ola bilməz müəllimə. yox deyir ki, Nərmin, mücərrəd obrazlılıq yoxdur deyir. Yoxdur. İstifadə Ay, olunmur. yuxarıda Gördüm deyir. mən. Ay sən. Tamam, Bax, çox sağ olun müəllimə. buyurun. Dialektizm, varvarizm obrazın dilində bu üslubda öz əksini tapır. Təbii ki, səhvdir. Bədii üslubda bilirsiniz. Nitqin sərbəstliyi və təbiiliyi bilirsiniz, məişətdir. Fikri yığzam ifadə etmək üçün diaqram, qrafik cədvəl təbii ki, elmidir. Orfoepik normalara riayət edilən gündəlik ünsiyyətdir, təbii ki, məişətdir. Bunların hamısı məclisiz bilirsiniz. Sonra deyin getdik. Başqa səhvimiz yoxdur ki, bu test kimi. Tamam. Buranı bağlayırıq, bir də bağlamırıq. Gəlin növbəti dərsimizə keçək. Bir də uşaqlar, gələn dəfədən belə eləyəcəm. Sizə test göndərəcəm qrupa. Hələ təzə başlamışdınız deyən, dedim qoy bir iki dərs kisinmə dərslər olsun. Belə deyim. Gələn dərsdən sonra sizə hər dərsin özünə məxsus kvizləri var. Sizə o kvizləri göndərəcəm. 15 dənə sual olur. 15 dənə sualda mən qəbul suallarından yığmışam. Hər dərsin özünə məxsus belə link formasında olacaq. İşləyəndən sonra cavabları üzərində göndərəcəksiniz. Qrupa test göndərəcəm. Onu işləyəcəksiniz 15 dəqiqə ərzində. Ondan sonra dərsimizə başlayacağıq. Yaxşımı? Yəni gələn dərsdən etibarən artıq elə eləyəcəm. Gəlin başlayaq. Sonra həmin o səhvlərə baxacağıq. Yəni 15 dənə test lazımlı testlərdir. Yığılmaz suallardan. Başladıq. Bu gün keçəcəyik nəyi? Artıq biz bu gündən etibarən üslubiyyatı keçdik, arxadakı dərsləri keçdik. Bu gün başlayacağıq leksikaya. Leksikadan keçirik. Sondakı dərsləri bitirdik. Yaxşımı? Bir də sizə belə bir şey deyim, uşaqlar. Mürəkkəb adların yazılış qaydasını keçmişəm sizə. Bəli, müəllim. Aha, tamam. Yəni əsas dərslər bitirdik. Başladıq. Leksika nədir? Bundan başlayaq. Leksika sözlərin lüğəvi mənasını öyrənən dilçilik vahidinə leksika deyilir. Leksikanı öyrənir sözlərin lüğəvi mənasını. Baxın, leksika elə bilin ki, budur. Məsəl üçün, deyirsən embargo. Deyirsən ki, embargo sözün mənası nədir? Sözün mənasını bilmək üçün lüğətə başvurursan, bax, orada leksika ortaya girir. Leksika, dilçilik elminin lüğət tərkibini, sözün mənasını öyrənən bir hissədir. Leksikada sözün lüğəvi mənasından başqa amonim, sinonim, antonim, çoxmənalı sözlər, frazeoloji birləşmələr bu kimi anlayışlarda nə edəcəyik öyrənəcəyik. Başladıq. Deyirik ki, sözün birbaşa ifadə etdiyi ilkin məna onun leksik, yəni lüğəvi mənasıdır. Bir daha deyirəm, sözün birbaşa ifadə etdiyi ilkin məna onun leksik, yəni lüğəvi mənasıdır. Məsələn, deyirsən ki, kitab, informasiya almaq üçün istifadə olunan əşya. Bu, bir lüğəvi mənasıdır. Sözün leksik mənasını bir neçə yolla izah eləmək olar. Məsələn,
Kimsə sizə, məsələn, ibtidai sinifdə oxuyan bir uşaq gəlir sizə yaxınlaşır. Deyir ki, mənə qoca sözün mənasını izah elə. Uşaqdır da, indi bilmir. Sözün mənasını necə izah edirsən? Sözün məzmununu, əlamətini, xüsusiyyətlərini açmaqla. Bilirsən ki, qoca, qoca nədir? Yəni yaşdan artıq yaşlanmış insan. Sözün sinonimini göstərməli. Deyirsən ki, qoca, bax yaşlı insan. Sözün antonimini göstərməli. Deyirsən, bax, cavan, onun əksi qocadır. Sözün hissələrini açmaq. Hər sözü hissələrini açmaq olmur, təbii ki. Düzəltmə və mürəkkəb sözləri hissələrini açaraq mənalarını izah edə bilərsən. Məsələn, dənizçi. Dəniz nədir? Okeanın bir hissəsi. Çi isə ona aid şəkilçidir. Görsənmi? Dənizçi sözünü parçaladın, onun mənasını nə etdin? İzah elədin. Bu odur sözün leksik mənası. Bir də var sözün qrammatik mənası. Bəs yaxşı qrammatik məna nədir? Qrammatik məna sözün hansı hissəsinə aid olmasıdır. Məsələn, kitab. Bilirsən, nə? Kitab, isim. Bu, bunun qrammatik mənası oldu. Yəni, it hissəsi kimi hansı xüsusiyyətləri daşıyır? Belə. Gəldik sözün həqiqi və məcazi mənasına. Həqiqi nədir? Bu da çox əsasdır. Sözün ilkin və ya əsas mənası onun həqiqi mənasıdır. Məsələn, deyirsən ki, su. Su nədir? Deyirik də. Məsələn, soyuq su. Soyuq su. Bax, var, mümkündür də. Deyirsən ki, məsələn, isti hava. İsti hava olur da, düzdür. Amma deyirsən ki, soyuq münasibət. Və ya deyirsən ki, məsələn, şirin xatirələr. Şirin bulka həqiqidir, şirin xatirələr təbii ki, məcazidir. Məcazi məna sözün sonradan qazanılan əlavə, yəni törəmə mənasına nə deyilə bilər. Azərbaycan dilində daha çox isim, sifət və fellərdə müşahidə olunur. Gəldik təkmənalı və çoxmənalı sözlər. Təkmənalı nədir? Yalnız bir leksik mənası olan sözlərə deyirik təkmənalı sözlər. Bir daha deyirəm, sadəcə bir leksik mənası olan sözlərə deyirik təkmənalı. Məsələn, liman. Limanın bircə mənası var da, bu gəmilərin dayanacağı, belə deyim. Dənizçi, bircə mənası var da, dənizlə məşğul olan insan. Amma məcazi məna isə, yəni daha doğrusu çox mənalı isə, əsas məna ilə bağlı olur, ona aid əlavə, törəmə mənalar da bildirən sözlərə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər ilkin, əsas məna ilə bağlı olur. Sözün çoxmənalığı onun məcazi məna bildirilməsi ilə müəyyən edilir. Çoxmənalı söz bərabərdir, məcazi mənada işlədə biləcəyiniz söz. Məsələn, bax, testdə düşmüşdü sizə imtahana ki, bu sözlərdən biri çoxmənalıdır. Yəni, demək istəyir ki, bu sözlərdən birini məcazi mənada işlədə bilirsiniz. Məsələn, daraq, bir də itirmək. Digər variantları testdə çıxırsınız, yəni çıxılırdı. Daraqla itirmək. Özünüz düşünürsün ki, daraq itirmək. Bunlardan hansına çox mənalı söz kimi işlədə bilərsiniz? İtirmək sözünü. Çünki özünü itirmək, huşunu itirmək, görürsən, məcazi mənada işlədə bilirsən. Amma daraq yox, darağın məcaziliyi necə olsun ki? Demək, məcazi məna nə oldu? Çoxmənalı söz nə oldu? Məcazi mənada işlədə bilən söz. Bu birinci xüsusiyyət. İkinci məsələ nədir? Çoxmənalı sözlər ilkin, əsas mənaya bağlı olmalıdır. Bu nə deməkdir? Bax, ayaq. Ayağın ilkin mənası nədir? İnsanın ayağı. Bədənimizin bir hissəsi, bədənimizin bir hissəsidir, bizim orqanımız belə deyil. Ayaq bizim ən sonuncu bədən üzvümüzdür, düzdürmü? Kəndin ayağı da kəndin qurtardığı yerdir. Bax, fikir ver, bədən üzvü olaraq da ayaq bədənimizin qurtardığı yerdir. Kəndin ayağı da kəndin qurtardığı yerdir. Fikir versənmi, çoxmənalı sözlər nə olur? İlkin, əsas mənaya bağlı olur. Boğaz. Boğaz, birinci boğaz nədir? İnsanın bədənindən bir hissəsi. Başla, insanın baş hissəsi ilə sonunun orta hissəsi. Düzdürmü? Bu, bunun həqiqi mənasıdır. Koftanın boğazı da, koftanın başı ilə sonunun orta hissəsidir də. Ayaqqabının boğazı da, ayaqqabının başı ilə sonunun orta hissəsidir. Düzdürmü? Demək, necə oldu? Çoxmənalı sözlər ilkin mənaya bağlı olur. Müəllim, Bəli. üzr istəyirəm sözünüzü kəsdim. Bəs coğrafi termin kimi boğaz işlənirsə,
Bəli, artıq o olur homonim. Düz deyirsən qardaş, ha? Aman. Boğaz, bəli, termin kimi, məsələn, coğrafiyada Cəbəlü Tariq boğazı tutan. İndi o da gələcək, o mənada homonim. Bəli, çünki Aydın. həqiqi Sağ məna. ol. Buyurun. Məsələn, və ya başqa bir məsələn nümunə deyək. Nə deyək? Qol. Qolun ilkin mənası nədir? Bədənimizin bir hissəsi bu qol. Həqiqətən də insanın qolu da insanın bədəninə yanaşı hissəsidir. Ağacın qolu da ağacın yanından çıxan hissəsidir də, budağıdır. İnsanın qolu ilə bənzərlik təşkil edirmi? Eləyir. Üçüncü nədir? Çoxmənalılıq təşkil edən sözlər eyni hissəsinə aid olmalıdır. Yəni birinci mənası isimdirsə, məsələn qol isimdirsə, ondan törəyən bütün mənalar nə olacaq? Olacaq isim. Belə. İndi boğaz sözünə. Bu oldu belə. Demək, çoxmənalı sözlər məcazi mənada işlənir. Əsas mənaya bağlı olur. Bir də nə olmalıdır? Eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, bax, burada bəzi çoxmənalı sözlər var. Gəlin işlə. Burun, gəminin burnu. Məcazi mənada. Kitab, həyat kitabı. Alsaq, alsaq insan. Yuxarı vəzifə, acı xatirələr, şirin xatirələr, musiqinin dili, maşının dişi, almaq, söz almaq, fikir almaq. Sonra yüksək, məsələn, yüksək amal. Görsənmi? Hamısı məcazi mənada. Dumanlı, dumanlı fikir. Yüngül, yüngül hərəkət. Belə. Fikir versinizmi? Hamısı necə oldu? Məcazi mənada işlətdində. Belə. Keçdik amonimi. Bəs amonim nədir? Bu neynir? Bu məqsəd istəyi nədir? Mənaca bir-birindən tamamilə fərqlənir. Mənaca. Deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni olan sözlərə nə deyirlər? Amonimlər deyilir. Bir də bir şey deyirəm ki, amonimlər elə bilin ki, əkiz uşaqlardır. Yəni, bənzətmə demək üçün də. Niyə? Bax, əkizlər necə olur? Əkiz uşaqlarda adətən əkiz dünyaya gələn insanlar necə olur? Belə deyim də. Görünüş olaraq bənzəyirlər, düzdürmü, əkizlər? Amma xarakter olaraq bir-birindən fərqlənirlər. Biri sakit olanda, biri dəcədir. Amonim də budur. Deyiliş, yazılış, vurğu, başlanğıc forma eynidir, amma sözün xarakteri, verdiyi məna tamamilə fərqlidir. Məsələn, o qədər amonimlərə aid maraqlı nümunələr var ki, məsələn, hava. Hava, biri var oyun havası, biri var oyun atmosfer havası. Yağ, biri var yediyimiz yağ, biri var yağmaq feili. Gül, biri var gülmək feili, biri var gül çiçək mənasında. İt, biri var itmək feili, biri var it, heyvan it. Qol, biri var insanın futbolda vurulan qol, insanın qolu. Biri var qol, imza sənədə atdığımız qol. Ləpə, qoz ləpəsi, dəniz ləpəsi. Oynaq, oynağım ağrıyır, oynaq hava. Min, atam min, min say mənasında. Aşıq, aşıq sümüyü. Məsələn, deyir ki, aşıq, hətta aşıq-aşıq oyunu da var. Ha. Bir də var aşıq, aşıq ədalət məsələn. Zindan, biri var zindan məhbus mənasında. Bu zindan, türməyə salırlar cəmaatı. Bir də var zindan alətdir. Dəmirçilikdə istifadə olunur. Alətləri filan həmin o zindanın üzərində döyürlər. Alətdir, şəklini istəsəz ataram, baxarsınız. Qarış. Biri var qarış, qarışmaq feili, biri var qarış, bir qarış yer. Məsələn, qazan. Biri var qazan, yemək pişirdiyin qazan, biri var qazanmaq feili. Bar, bar biri var kafe, restoran mənasında bar, biri var bar, meyvənin barı, biri var bar, fizikada ölçü vahidi, barometr kimi. Sat, biri var çatmaq feili, biri var deyirsən ki, divarda çat var. Müəllim, Çal, bir biri dənə var çalmaq feili, biri var çal, çal saçlar. Çal, qəhvəyi rənglə boz rəngin qarışığına deyirlər. Mesela belə bir rəngdir. Bəlkə də rəngi səhv dedim. Axır yəni rəng deməkdir. Sonra müəllim, don, hə, barın bir mənası da var. İdman alətidir. bir mənası nədir? İdman aləti. Nə Bu mənada? belə deyək də, ağır qaldırma yarışları var. Görürsünüz hər iki tərəfə daş yığılır. Hə, bəli, Yerdən qaldırılır. Ortadakı dəmir bar deyilir. düzdür, düzdür. Bəli, o mənasını özmüşdüm, düz deyirsən. Var. Var ümumiyyətlə biraz mənaları çoxdur, düzdür.
Belə. Çay. Məsələn, çay biri var içdiyin çay, biri var Araz çayı mənasında. Belə. İndi məntiq burada nədir? Demək, amonim nə oldu? Mənaca əlaqəsi yoxdur. Qoz ləpəsi ilə dəniz ləpəsinin nə əlaqəsi? Yal biri var. Məsələn, itə pişiyə verirlər yal. Bu sıyıq kimi düzəldirlər. Horra şəklində verilən yemək mənasında. Bir yemək nə bilim. Bir də var yal, atın boynundan çıxan xırda tüklərə yal deyil. Oturub düşünəndə bu iki söz arasında nə əlaqə? Biri var qalın iynədir. Məsələn, ayaqqabı tikirlər, ayaqqabı tikəndə, nə bilim, yorğan sırıyırlar. O biz, iynədir belə qalın belə. Bir də var biz birinci şəxsin cəmini şəxs əvəzləyir. Yəni oturub düşünəndə bu sözlər arasında heç bir əlaqə yoxdur ki, yoxdur. Demək, amonim nədir? Bir-biri ilə mənaca əlaqəsi olmayan sözlər. Bu birinci xüsusiyyət. İkinci məsələ nə? Deyir ki, amonimliyi təşkil edən sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Bu nə demək? Bax, biri var mürəkkəb, biri var deyirsən ki, məsələn, qələmin mürəkkəbi. Məsələn, qələmin mürəkkəbi bitdi. Bir də var mürəkkəb deyirsən ki, məsələn, mürəkkəb məsələ, yəni çətin məsələ mənasında nə edirik? İşlədə bilirik də, düzdürmü? Fikir verirsinizmi? Nə oldu? Məna tamamilə fərqləndi. İndi burada məsələ necədir? Bir də uşaqlar, burada leksik və qrammatik amonimlər var. Bunlar lazım deyil. Yəni leksik amonim, qrammatik amonim bu məsələlər bizə lazım deyil. Bizdə bunlar düşmür. Belə bir şeylər düşmür. Leksik amonim hansıdır, qrammatik amonim hansıdır, yoxdur. Gəldik burada nəyə? Deyir ki, dilimizdə zahirən amonimə bənzəyən, yəni görüntü etibarilə amonimə bənzəyən, lakin amonim sayılmayan sözlər var. Yəni qıraqdan baxırsan, deyirsən, suyu amonimi tapdın. Amma əslində amonim deyil. Bunlar hansı sözlər? 1. Vurğusu dəyişməklə mənası dəyişən sözlər. Ən əsas məsələlərdən biri. Diqqət edirik. Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim olma testi işləyəcəyiz. Məsələn, gəlin. Biri var evə gəlin, fel mənasında vurğu düşür 1-ə. Bir də var gəlin, bəy mənasında vurğu düşür 2-yə. Görsənmi? Vurğu fərqi var. Gəlin sözünə amonim götürmək olmaz. Alma, alma. Vurma, vurma. O qədər belə söz nümunələr yəni demək olar ki. Bildir, bildir. Bildir sözü deyim, sizə dəfələrlə deyəcəm. Vurğu 1-ə düşəndə olur zaman zərfi. Bildiril. Yəni bir il əvvəlki il. Fel olanda bunu mənə bildir. Fel olanda vurğu düşür 2-yə. Bax, bunları amonim hesab eləmək olmaz. Belə. İkinci, həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər amonim sayılır. Və məsəl üçün, öz adımdan nümunə deyim, Zümrüd. Bu Zümrüd biri var mənim adım, xüsusi isimdir də, düzdürmü? İnsan adları xüsusidir. Bir də var Zümrüd, bilirsiniz də, bu daşqaş adıdır. Zümrüd, yaqut, almaz, nə var ki. Artıq Zümrüd sözünü amonim götürə bilməzsən. Çünki Zümrüd həm xüsusi isim kimi işlənir, mənim adım kimi, bir də Zümrüd daşqaş adı ümumi isim kimi. Xüsusi və ümumi isim kimi işlənə bilən sözləri amonim hesab edilə bilməz. Məsələn, burada ki, məsələn, Reyhan adını nümunə deyim. Reyhanın adını nümunə demək olar. Biri var Reyhan, bitki adıdır da, belə deyim. Bir də var Reyhan, məsələn, Reyhanın adı. Həm xüsusi, həm də ümumi oldu. Bax, bunu amonim hesab edə bilmərik. Məsələn, Mehribanın adını deyim elə. Buradan baxın. Məsələn, Mehribanın biri var xüsusi söz kimi, biri var ümumi söz kimi. Və bunu necə ümumi mehriban sifəti olur, amma yenə amonim götürmək olmaz. Belə. Gəldik. Qrammatik şəkilçi qoşulduqdan sonra deyilişi və yazılışı eyniləşən sözlər amonim deyil. Bunu belə izah edeyim. Gəlin buranı qatmayaq. Məsələn, nümunə deyim. Bir var deyirsən ki, dərsini oxu. Bir də var deyirsən ki, arabanın oxu. Bir diqqətli ol. Dərsini oxu deyəndə sözün kökü oxudur. Arabanın oxu deyəndə ox sözün köküdür, o orada mənsubiyyətdir. Biri oxudu, birində oxudu plus o mənsubiyyətdir. Görsənmi? Kök fərqlidir. Bunu amonim hesab edə bilmərik. Və ya biri var deyirsən ki, qara rəng. Qara rəng də yəni qara. Sözün kökü nədir? Qara. Də çöldə qar yağır. Deyirəm ki, qara bax. Qar sözün köküdür, Aysə gölmüşdür.
Bunu da nə edə bilərik? Amonim hesab edə bilmərik. Buna da diqqət edin. Sonra səslənməsinə görə eyniləşən, lakin yazılışı fərqli olan sözlər paronim sayılır. Bunlar paronimdir. Məsələn, xeyir, xeyir, mətin, mətin. Bax, xeyir yox mənasında i hərfi yoxdur. Xeyir fayda, qazanc mənasında isə i hərfi var. Bunlara biz paronim deyirik. Bir hərf fərqi ilə seçilən sözlər. Bax, bunları amonim hesab etmək olmaz. Məsələn, bax, belə sözlər sizə çox deyəcəm. Nikah var, nicah var. Nikah evlilik deməkdir. Çindən olan. Yadda belə saxlayın da. Nikahda da çi var, evlilikdədir. Nicah isə nəzər baxış deməkdir. Məsələn, deyirsən ki, onun mənə nicahı dəydi. Nəzəri dəydi, gözü dəydi, nə bilim, baxışı dəydi. Bunu amonim hesab etmək olmaz. Var nəfis. Nəfis ilə olan nə deməkdir? İncə, zərif, gözəl, qəşəng. Bir də var nəfs. İsiz olan isə tamahdır. Bax, bunu amonim hesab eləmək olmaz. Sonra var kompaniya. Məsələn, edi kompani. Kompaniya nədir? Şirkət. Kampaniya isə endirim, yığıncaq deməkdir. Məsələn, seçki kampaniyası. O A hərfi iləndir. Demək, kompaniya və kampaniya paronimdir. Amonim hesab eləmək olmaz. Belə. Sonra, məsələn, əsir var, əsir var. Əsir, külək əsir. Əsir, bir əsir 100 ildir. Bax, bunları amonim hesab edə bilmərik. Diqqətli olun. Testlərdə görəcəksiniz. Gəldik. Dilimizdə elə sözlər var ki, işlənmə yerinə görə amonim də sayıla bilər, çoxmənalı da sayıla bilər. Bu sözlər hansılardır? Məsələn, doludan gedir. Dolunu çoxmənalı söz kimi necə işlədirsən? Dolu beyin. Bu çoxmənalıdır, çünki məcazidir. Dolu isə, biri var deyirsən ki, dolu yağır, bir də var deyirsən ki, dolu vedirəm. Bu isə olur amonim. Bir də amonimlə çoxmənalı sözlərin fərqini necə izah edə bilərik? Çoxmənalı sözlər məcazi olur. Amonimlər həqiqi olur. Çoxmənalı sözlər yalnızca eynilik hissəsinə aid olur. Amonimləri isə həm eyni, həm də müxtəlif hissələrinə nə edirlər? Aid ola bilirlər. Amonimlərdə sözlər arasında məna bağlılığı yoxdur. Çoxmənalıda isə sözlər arasında məna bağlılığı var. Məsələn, məsələn, tut sözünü işlədi. Tut sözünü çoxmənalı kimi necə işlədə bilərsən? Yəni məcazi. Fikir tutmaq, söz tutmaq, xəbər tutmaq. Oldu məcazi. Tut, yediyimiz tutla topu tut olacaq amonim. Boğaz. Məsələn, deyirsən ki, koftanın boğazı çox mənalı. İnsanın boğazı ilə coğrafiyadakı Dardanel boğazı olacaq amonim. Düz. Bax, düzü çox mənalı kimi necə işlədərsən? Düz söz, düz insan, düz əməl, düz fikir, məsələn. Bu oldu çox mənalı, məcazi mənada da. Amma mil düzü ilə kitabı rəfə düz olur amonim. İnci sözlər. Sən deyir, inci tək sözlər seç, az danışardın. İnci sözlər çox mənalı, məcazi. Amma incimək feili ilə inci mirvari mənasında olur amonim. Quru. Bax, qurunu çox mənalı kimi necə? Quru söz, quru hərəkət, quru insan. Belə işlədirik də, düzdürmü? Quru amonim kimi necə işlənər? Quru meyvə ilə, məsələn, paltar qurudur, bir solar amonim. Belə. Gəldik sinonimlərə. Sinonim nədir? Sinonim rahatdır. Burada nəyə diqqət eləməlisin? Bir də buradan bir məsələni də deyim. Olsa testdə işləyəcək, işlədiksə bir deyəcəm. Təsnif. Biri var təsnif, muğamda təsnif. Muğamda təsnif bilirsiniz nədir? Muğamla şöbələr arasında ifa olunan mahnıya deyirlər. Muğamda təsnif belə bir şeydir. Bir də təsnif, amonim kimi necə işlənir? Təsnifat. Yəni, nəyinsə qruplaşdırılması. Təsnif nəyinsə qruplaşdırılması. Xüsusidən ümumiyə doğru qruplaşdırırsan, nəsə edirsən. Bax, o mənada təsnif olacaqına amonim. Təsnif sözü də amonim. Sinonimlərə keçək. Sinonim nədir? Deyilişi, yazılışı müxtəlif. Lakin leksik mənaları eyni olan sözlərə sinonim deyilir. Sinonimləri tapmaq çətin deyil. Yəni, burada çətin bir şey yoxdur. Məsələn, deyirsən ki, gözəl, göyçək, qəşəng, nə bilim, məsələn,
yüksək, hündür. Nəyə diqqət eləməlisən? Əsas məsələ necədir? Əsas məsələyə getməliyik buradan. Nə də çaşa bilərik. Demək, bax, sinonimlər bilirsən. Amma sinonimlər eyni qissəsinə aid olmalıdır. Sənə verilən söz sifətdirsə, sinonimi sifət olmalıdır. Sənə verilən söz isimdirsə, sinonimi isim olmalıdır. Bax, buna diqqət eləməlisən. Məsələn, deyirsən ki, abırlı. Abır deyim də. Abır nitq hissəsi kimi nədir? İsimdir. Nə abır? İndi abır sözünün sinonimi kimi həya olar, yoxsa ismətli? Abır isimdirsə, bunun sinonimi nə olacaq? Həya, yəni isim. İsmətli isə sifətdir. Düzdür, məna yaxınlığı var. Amma ismətli sifətdir deyənə bunu sinonim götürə bilməzsən. Çünki sənə verilən söz isimdirsə sinonim isim olmalıdır. Məsələn, siz sözünün sinonimi kimi bişməmiş sözünü götürə bilməzsən. Və çiğ ilə bişməmişi sinonim götürə bilməzsən. Niyə götürə bilməzsən? Çünki çiğ sifətdir, bişməmiş fe'li sifətdir. Biri sifətdir, biri fe'li sifət. Bunu sinonim götürmək olmaz. Çünki diqqət eləməlisən nəyə? Sinonimlər eyni hissəsinə aid olmalı. Ən əsas məsələ burada budur. Sonra, məsələn, şirinlə şəkər sözü sinonim ola bilməz. Şirin sifətdir, şəkər isimdir. Biri sifət, biri isimdirsə, bunları mən niyə sinonim götürüm? Bax, bu da sinonim olmaz. Bu da diqqətli olmalı. Belə. Ən əsas məsələ burada budur. Bir də burada nəyi deyim? Bütün sinonimlər həmişə bir-birini əvəz edə bilmir. Məsələn, var, yüksəklə hündür sözü sinonimdir. Sinonimdir də. Yüksək vəzifə deyə bilirsən, amma hündür vəzifə demək olur. Yüksək vəzifə deyə bilərsən, amma hündür vəzifə isə nə demək demək olur. Yəni, yüksək vəzifə olur, hündür. Və ya, məsələn, başqa bir nümunəni qeyd edək. Məsələn, yoxlamaqla sınamaq. Əslində qalsa sinonimdir də, düzdürmü? Həkim xəstənin nəbzini yoxladı deyə bilərsən. Amma həkim xəstənin nəbzini sınadı demək olmaz. Olmur. Gözəllə göyçək. O gözəl danışır deyə bilərsən. Amma o göyçək danışır deyə bilərsən, yox. Yəni, testə düşsə ki, bütün sinonimlər həmişə bir-birini əvəz edə bilir, yanlış. Amma eynək, gözlük, çeşmək sözləri isə həmişə bir-birini əvəz edə bilir. Bir daha deyirəm, eynək, gözlük və çeşmək sözləri isə hər birini əvəz edə bilir. Eynəyim evdə qalmışdı, gözlüyüm evdə qalmışdı, çeşməyim evdə qalmışdı. Çeşmək eynək deməkdir, burada diqqətli ol. Sonra, bir də nə? Şəkilcə, eyni köklü sözlər sinonim ola bilməz. Məsələn, bivəfa ilə vəfasız sözü sinonim deyil. Düzdür, deyə bilərsiniz ki, axı bivəfa vəfasız deməkdir, hə. Amma kökü eynidir. Hər ikisinin kökü nədir? Vəfadır. Kökü eyni olan sözləri sinonim olmaz. Eyni köklü sözlərdən sinonimlik çıxa bilməz. Gəldik antonimlərə. Antonim sözünü məncə hər birimiz bilirik. Antonim nədir? Yazılışı, deyilişi müxtəlif, mənaca bir-birinin əksi olan sözlərə nə deyilir? Antonimlər. Ağlamaq, gülmək, pis, yaxşı, dost, düşmən və s. Diqqət edirik burada nəyə? Antonimlərdə sinonimlər kimi mütləq dərəcədə nə olmalıdır? Eyni hissəsinə aid olmalıdır. Antonimlərdə sinonimlər kimi eyni hissəsinə aid olmalıdır. Məsələn, belə bir nə deyək də? Məsələn, hicranla, qovuşmaqla vüsal sözü ilə qovuşmaq sözü antonim ola bilməz. Daha doğrusu, vüsal sözü ilə ayrılmaq sözü antonim ola bilməz. Çünki vüsal isimdir, ayrılmaq nədir? Fe'dir. Vüsalla hicran antonim ola bilər. Çünki ikisi də isimdir, mənası da antonimdir də. Vüsal qovuşdurur, hicran neyinir, ayrılır. Əsas diqqət edəcəyimiz məqam budur. Antonimlərdə nə olmalıdır? Eyni hissəsinə aid olmalıdır. Sənə verilən söz sifətdirsə, antonimi sifət olmalıdır. Sənə verilən söz isimdirsə, antonimi də nə olmalıdır? İsim olmalıdır. Yəni, burada ən əsas məsələ. Sonra, yenə, antonimlərdə, sinonimlərdə eyni köklü sözlər antonim ola bilməz. Məsələn, duzlu, duzsuz, antonim deyil. Yağlı, yağsız,
sulu, susuz. Bunlar antonim deyil. Ola da bilməz. Əsla. Niyə? Çünki kök eynidir. Kök eyni olan sözlər antonim ola bilməz. Yəni düzgün deyil. Sonra bu hissələr lazım deyil. İmtahana düşmür deyənə bu hissələrin üzərindən keçib gedirəm. Gəldik nəyə? Frazeoloji birləşmələr. Frazeoloji birləşmə nə deməkdir? Sabit söz birləşmələri deməkdir. Frazeoloji sabit deməkdir. Sabit nədir? Dəyişməyən. Frazeoloji birləşmə dəyişməyən birləşmələrə deyilir. Mənası nə deməkdir? Frazeoloji birləşmələr məcazi mənalı birləşmələrdir. Dildə əvvəldən o atalar sözü və məsəl olur ha. Onlar kimi illərdir dilimizə bu formada gəlir. Biz də bunu illərdir dilimizdə bu formada nə edirik? İstifadə edirik. Məsələn, ağzına çullu dovşan sığmamaq, dərisi qabığına sığmamaq, sonra könlünə yatmaq, qəlbinə dəymək, gözünə kül üfürmək, sonra nə deyə bilərik? Məsələn, o qədər var ki, birisi başına vurmaq, əsəbindən zəncir çeynəmək, sonra sümükləri dincəlmək və s. Bir çox mənada işlədə bilərik də, yəni. Demək, frazeoloji birləşmələr tərkibi dəyişməz olur. Dildə hazır olur. Dildə hazır olur bilsiniz nə deməkdir? Yəni, illərdir bizim dilimizdə bu formada var. Məsələn, qəlbinə dəymək, nə bilim, hissindən cinatına minmək. İllərdir dilimizdə belə var. Biz də nə edirik? Bunu bu formada dilimizdə istifadə edirik. Frazeoloji birləşmə tərkibindəki sözlər öz həqiqi mənalarını itirir. Yalnız məcazi mənada olur. 2 və daha artıq sözdən ibarət olur və əksəriyyəti nə edir? Bir sözlü ifadə olunur. Məsələn, deyirsən ki, əsəbindən zəncir çeynəmək. Yəni, əsəbləşmək deməkdir və düzdürmü? Ağzına çullu dovşan sığmamaq. Nə deməkdir? Ağzına çullu dovşan sığmamaq, yəni özünə razı olmaq. Belə. Tərkib hissələrinə ayrılmadan bütöv şəkildə nə edir? Bütöv cümlə özü kimi götürülür. İndi burada diqqət eləməliyik nəyə? Frazeoloji birləşmələr, bəzi frazeoloji birləşmələr həm sabit, həm də sərbəst söz birləşməsi kimi işlətmək olur. Məsələn, başına vurmaq. Bir var həqiqətən durub, məsələn, taxtanı götürüb vurdum başına. Həqiqi mənada olmaq. Bir də var başa vurmaq. Məsələn, elədiyini başa vurmaq. Məsələn, bir yaxşılıq eləyir, gedir, gəlir, sırpır başına ki, sənə bunu eləmişəm, onu eləmişəm. Burnun ucu göynəmək. Biri var, burnun ucu göynəmək, məsələn, darıxmaq mənasında, məcazi mənada. Bir də var, burnun ucu göynəmək. Həqiqətən, məsələn, soyuqdan insan burnun ucu neyləyə bilər, göynəyə bilər. Belə də ola bilər. Burada diqqət edirik nəyə? Frazeoloji birləşmələrin sinonimləri frazeoloji birləşmə olmalıdır. Antonimləri də frazeoloji birləşmə olmalıdır. Və bilirik nəyi? Məsələn, deyirsən ki, özündən çıxmaq. Buna sinonimi nə olacaq? Hissi başına vurmaq. Özündən çıxmağa sinonimi kimi əsəbləşmək, götürmək olmaz. Çünki frazeoloji birləşmə sinonimi də frazeoloji birləşmə olmalıdır. Antonimi də frazeoloji birləşmə olmalıdır. Yəni necə? Məsələn, deyirsən ki, dil-dil ötmək. Bunun antonimi nə olacaq? Ağzına su alıb oturmaq. Dil-dil ötməyin antonimi kimi susmağa götürmək olmaz. Əlini ağdan qaraya vurmamaq. Bunun antonimi nə olur? Dərdən qabıqdan çıxmaq. Əlini ağdan qaraya vurmamaq nədir? İşləmir. Tənbəl-tənbəl yatır. Dərdən qabıqdan çıxmaq nədir? Yəni, çoxlu işləmək mənasında işlədə bilər. Sonra can deyib can eşitmək. Yəni, mehriban yola getmək. Bunun antonimi nədir? Kölgəsinə qılınclamaq. Kölgəsinə qılınclamaq nədir? Yəni, gör, o qədər bir insandan zəhləsi gedir ki, onun kölgəsini də qılınclamaq istəyir. Sən bundakı əsəbə bax da, yəni, o mənada demək istəyir. Bir də nəyə demək istəyirəm? Burada bəzi frazeoloji birləşmənin mənalarını deyəcəm sizə. Test işlədikcə onsuz da deyəcəm. Burada məsələ necədir? Mən deyim, siz məsələn, mənalarını özünüz düşünün. Yaxın yerə yük daşımaq. Sizə bu mənası nədir? Yaxın yerə yük daşımaq. Yaxın yerə yük daşımaq yemək deməkdir. Yemək yemək mənasında. Sonra, yəni güya da mədədən ora gedir də, ağızdan gedir ora, yaxın yerdə də. Sümükləri dincəlmə.
Düşünün görün. Sümükləri dincəlməyin mənası nə olar sizdə? Sümükləri dincəlmək ölmək deməkdir. Məsələn, testdə düşmüşdü ki, sümükləri dincəlmək şəfa tapmaqdır. Yanlışdır. Sümükləri dincəlmək ölməkdir. De Allaha da ağır getməsin. De öyle da. İnsanın sümüyü nə vaxt dincəlir? Öləndə dincəlir də, düzdürmü? Yəni bu məntiqlə düşünün də. Sonra başqa birinin mənasını deyim. Məsələn, deyirsən ki, gözünə kül üfürmək. Gözünə kül üfürmək nə deməkdir? Aldatmaq deməkdir. Elə gözünə kül üfürdü. Mənim gözümə kül üfürdü. Yəni neynədir? Aldatdı mənasını. Yenə başqa birinin mənasını deyim. Testə düşənlərdən. Hansını deyəcəkdim? Bir saniyə. Hə, məsələn deyir ki, kəmərini bərkitmək, toqqasının altını bərkitmək. Bax, kəmərini bərkitmək nə deməkdir? Kim deyər? Düşünün görün. Belə Kəmər- laz yemək. Yeyib tox olmaq, yəni Ay, də sağ ol. yemək. Bəli, kəmərini bərkitmək, toqqasının altını bərkitmək, bəli, yemək deməkdir. Çoxlu yemək deməkdir, düzdür. Məsələn, bunu bax ədəbiyyatda Dədə Qorqudu oxuyanlar bilərik. Orada Dədə Qorqudda var idi. Deyir ki, Dədə Qorqud neynədi? Toqqasının altını bərkitdi. Altın bölgədə. Yəni kəmərin Nağıllarda altını falan. bərkitdi. Yəni neynədir? Çoxlu yeməyə, çox yerdə müharibəyə getməmişdən əvvəl neynəyir? Başlayır çoxlu yeməyə. O mənada istifadə edilir. Bunun mənalarını testdə işlədikcə görəcəksiniz. Belə. Ha, bir də nə edeyim uşaqlar? Qrupa göndərəcəm. Sizə 2 dənə tətbiq deyəcəm. Azlex şəkillərini çəkib qrupa göndərəcəm. İndi də işlənə bilərsiniz. Azlex. Elə bil ki, profilində heykəldir. Play Store-dan yükləyin bunu. Azlex bir də izahlı dilçilik lüğəti. Bu 2 dənə tətbiq telefonunuzda yükləyin. Sizə amonimlərdə lazım olacaq. Hansısa bir sözün mənasını bilməyəndə, testlərdə işlədikcə çox görəcəksiniz də. Əlinizin altında olsun. Sonra sözlərin orfoqrafiyasını keçəndə. Yəni demək olar ki, düz işləyir. Bəzən bir-iki səhv ola bilər. Ola bilir. Amma yenə də yaxşı tətbiqlərdir. Test filan işləyəndə, yəni bizim köməyimizə növbəti dərslərdə çox çatacaq. İkisini də indi qrupa göndərəcəm belə profilini. Olmasa da mənim ChatGPT var da aslında. ChatGPT məsləhət görmürəm. Yox, ChatGPT o mənada yaxşı işləmir. Geminidir, ChatGPT yox. Yəni yaxşı deyil, xeyr. Mən özüm onlardan şəxsən istifadə eləmirəm, çox səhv deyirlər. Ümumiyyətlə dilçilik barədə onları bəyənmirəm. Süni intellekti o mənada bəyənmirəm. Yaxşı demir. Çox səhvlərdir axır. Ona görə onları məsləhət bilmirəm. Yəni sizi yanlış yola aparacaq. Amma dediyim tətbiqlər, hə, onlar yenə yaxşı işləyirlər. Yəni hansısa sözün amonimliyini bilmirsiniz, ha. Düzdür, söz bazası yaxşı olan üçün işləmək rahatdır. Amma söz bazası zəif olan üçün biraz, həm də baxma da, o qədər inansız bəzən mənim qabağıma belə elə qəribə sözlər çıxır ki, dil maşallah o qədər söz var ki, yəni. Ona görə lazım olur. Belə. Getdik. İndi gəlin nə edirik? Təbii ki, test işləyirik. Bircə saniyə gözləyin. Leksika ilə bağlı maraqlı testlər göndərdim sizə işləyəcəyik. Kimlə başlayırıq? Birinci siyahı ilə. Bircə Yəni saniyə. mən 2 dəqiqə yetişib qayıdıram. Tamam, buyurun. Bircə saniyə. Xanımdan başlayırıq. Getdik. Xanım səs açar bir dənə. Xanım səs açar. Xanım açdı səs. Tamam. Demək xanım, 3-cü testdən gedəylər xanım. Bəli. Hə, 3-cü testdən başlayırıq. Altından xətt çəkilmiş sözlər adlanır. Geyinibdi yar sarı, Ay, bayquy yar sarı. Kəbədə ölsə aşiq, yönün qoyun yar sarı. Geyinibdi yar sarı, burada rəng mənasını bildirir. ay. Yəni yarım sevgilim sarı rəngdə geyinib. Geyinib Bəli. digər sarı. Sevgilim sarı rəngdə geyinib. Hı. Yönün qoyun yar sarı. O da Yəni, istiqamət mənasını Ay, bildirir. sağ ol. Orada da istiqamət mənası. Axırda da deyir ki, yarasın sarı. Nə olar bu? Sifət. Yox. Xanım bax, birində istiqamət bildirdi. Birində yarasın sarıdır, birində də neynədir? Birində də deyir sarı rəng geyinib sevgilim. İstiqamət. Bu nə olar bu sözdə? Amonim. Ay, sağ ol. Amonim.
Bak, xanım, söz eynidir. Amma verdiyi məna tamamilə fərqlidir. Sarının üç dənə mənasını verir. Fərqli-fərqli mənaları. Amonim nə idi? Deyilişi, yazılışı, vurğusu eyni, amma mənası fərqli. Eynidir. Bəli, Müxtəlif. xanım, düzdür. Aha. Qardaş xanla Gör. davam. Hı. Qardaş xanla davam eləyirik. Bir saniyə. 7-yə baxaq, qardaş. Qardaş xan, deyir ki, mən gedirəm deyirsən, qayıtmam, elə deyir. Günel 7-yə baxaq. Həm isim, həm də sifət kimi işlənə bilən amonim sözdür. Hı. Aha. Dolu bir şey kimi gedə bilər, bir də Ay, dolu qadın kimi gedə var bilər. dolu yağır isim. Var dolu verirəm. Necə? Düzdür, Günel Bəli. də. Reyhanla gedirik. Reyhan 21-ə baxaq. Reyhan səs açsa bilirsən. Tamam, Spana keçirik. Span 21-ci testə baxaq. Bəli, deməli amonimlərdən ibarət sərgəni müəyyən edin. Əsir, göz, dam, cızı, sənədli, su, yol, dağ. Məncə C variantıdır. Mənim orada. Bəli, düzdür. İzah edə bilərsən bir Span. Burada yol, dağ və bağ sözlərinin amonim kimi, yəni qura bilmirik. Sol necə amonim olur onu. Sol, biri var sol tərəf. Solmaq. Biri var ki, biri var da Sol. deyirsən ki, soldu. Nə oldu? Gün soldu. Biri var Elçimi. solmaq feili, bir də var sol tərəf istiqamət. Yol, biri var saçını başını yolmaq. O Bəli. yol, biri var yol getdiyimiz yol. Dağ, biri var iz mənasında, mənada. Bir də var dağ, Babadağ, Aladağ, nə bilim Qaradağ və s. mənasında, belə deyim. Bağ, Bəli. biri var meyvənin bağı mənasında. Bir də var bağ, ayaqqabının bağı mənasında. Bəli. Getdik. Rubiyə 22-yə baxaq. Bəli, müəllimə. Sözlərdən biri amonim kimi işlənə bilir. Deməli, mətin, məhrum, mərhum, mətin, təsnif. Təsnif ola bilər. Ay, sağ ol. Bayaqlam dediyi Rubiyə necə Bəli, dedik bəli. deyə bilərsənmi? Təsnifi, Biri var muğamda təsnif. bir də var siniflərə bölmə təsnif. Yəni, biri var təsnif nədir? Siniflərə bölmə mənasında istifadə olunur. Bax, qrupa Bəli, amma göndərdik. Bəli. bəli. Digər sözlər isə sadəcə hərfə görə belə deyək də bir-birindən fərqlənir. Yəni amonim sayıla bilməz. Mətin, bunlar. Aşağı, düzdür Rubiyə. O paronimdir. Paronimlərdə amonim deyil, düzdür. Bəli. Getdik. Sarvanla davam edirik. Sarvan 26-ya baxaq. Hamısı cərgədəki sözlərin hamısı homonimdir. Hı. Məncə bu Y variantıdır. Yağ, sağ, oynaq. Bəli, düzdür. Sarvan izah eləyək. Yağ, məsələn, biri var tükətdiyimiz yağ, yəni yediyimiz yağ, biri var yağmaq, belə bir şey. Düzdür. Tamam. Sağ, bir sağ tərəfimiz var, bir də sağmaq feili. Düzdür. Oynaq, biri var, məsələn, o bir uşaqlar üçün bir mahnı var, oynaq topum. Aşağı. Bir elə bir oynaq var, bir də əzələ, oynaq, elə bir mənada. Düzdür, Sarvan, bəli. Təşəkkürlər. Gülbənizə gedir. Gülbəniz 28-ə baxaq. Anonim olan sözlər ud, yad, D variantı ola bilər. Yaşa. Gülbəniz izah edək. Ud səhv eləmirəmsə həm feil olaraq udmaq, həm də ki deyəsən Ud biri var musiqi aləti. musiqi Biri aləti, var bəli. udmaq feili. Bəli. Yad həm isim mənasında, həm də ki Yad biri var hafizə mənası. mənasında. Mənim yadım hafizəm. Biri var yad insan. Yəni doğma Yad olmayan insan, insan mənası. Gülbəniz, bəli, düzdür. Mehribanla gedirik. Mehriban 30-a baxaq.
Biri gündüz sözünün sinonimidir. Yox, nə? Günah, günahsız, Hı. məsum, nikbin, məyus, pərişan, məsum. Bəli, Məsum. məsum günahsız. Düzdür, bəli. Hı hı. Xanım 31-ə baxa. Xanım baxdı bircə saniyə. Üzr Bəli. istəyirəm xanım burada. Hə, sən baxırsan. Nərminlə davam eləyək. Bircə saniyə. Ben Hə, qayıtdım müəllim. İstədiniz o sual verə bilərsiniz. hə, tamam qardaşım. Bayaqlam elə dedim. Nərmin bir dənə baxsın. Nərmin Bəli. 31-ə baxa. Biri vurulmaq sözünün sinonimidir. Süst olmaq, məşğul olmaq, bənd olmaq, sakin, vurulmaq. Bənd olmaq. Ay sağ ol. Uşaqlar, şey də var, nə var buna aid? Mətn də var. Deyir, getdin ona bənd oldun. Yəni getdin ona vuruldun mənasında. Bəli, aşiq olmaq mənasında. Düzdür, bəli. Müəllim, süst olmaq nə deməkdir? Süst olmaq, yorulmaq. Məsələn, pilləkənləri çıxırsan, yorulub gəlib oturursan, deyirsən süst oldun. Yorulmaq, hal olmamaq. Haldan düşmək, yəni. Bəli. Bəli. Aha. Bir saniyə. Demək. Müəllim, bu sözləri biz işlətməmişik. Bizim də xəbərimiz yox. Sözlər oradan çıxır. Necə qardaşlar? Bu sözləri biz işlətməmişik. Bizim də xəbərimiz yoxdur. Bilmirəm hardan. Bunu hər Yəni kəs deyir. gəldim ki, Leksikada, indi uşaqlar, mən sizə belə tipli testlər işlədəcəm. İzahlı dilçilik lüğəti də var. Gəlin dərs göndərəcəm sizə testləri. İşlədikcə biləcəksiniz. Tələbələrin çoxusu deyir, ay müəllimə, məsələn, frazeoloji birləşmələr işləyəcək. Deyir, biz dilimizdə belə söz işlətmirik axı. Əslində qalsa sizə bir şey deyim. Leksika çox maraqlıdır. O qədər yəni frazeoloji birləşmələr, idiomlar, ibarələr var. Yəni indi mən sizə elə dərs şeyində keçirəm də. O qədər mən bunu həqiqətən geniş keçmək istəyərdim ki, çünki çox maraqlıdır. Və sizə ayrıca bir şey deyim. Deyir ki, ilanın bitmədiyi, ilanı sevmədiyi yarpızdır. O da onun deyir, yuvasına. Yuvasının qarşısında Amma bitir. əslində qalsa o deyil. O yarbuzdur. Yarbuz ilanı öldürə bilən, ilanı yeyən, yeganə heyvan yarbuzdur. Belə qəribə də heyvandır. İlanı yeyir, udur yəni. İlan ona görə ilana yeganə qorxduğu heyvan yarbuzdur. O yarpız sonradan keçirib olub yarbuz. Yəni neyinib? Fleksiya uğrayıb da zaman keçdikcə neyinib? O söz dəyişib yəni. Sonra, yəni belə deyim də, əslində qalsa dildə atalar sözüdür, frazeoloji birləşmələrdir. Bu ibarələri işlətdikcə o qarşındakı insanın intellektual savadından da xəbər verir. Yəni çalışın dilinizdə bunları çox işlədin. Məsələn, ən çox belə deyim də, yaşlı insanların dilində çox işlədilir bunlar. Bədii ədəbiyyatda, xalq mahnılarında da Ay çox sağ rast. ol. Məsələn, bənd Bədii olmaq, o musiqidə var, bir Ay, mahnı var, xalq mahnısı, bəli. elə bənd oldum. Düz. Yəni vuruldum, sevdim kimisə. Ay, Yəni elə yəni şeylər rast düzdür. gəlmir. Düzdür. Bax, orada var, musiqidə var, bayaq dedik. Bəli. Bir də yəni çalışın onu dilinizə daxil edin. Həqiqətən dilinizdə işlətdikcə bir müddət sonra sizin özünüzə də xoş gələcək. Məsələn deyir ki, İskəndərin buynuzu var. İndi burası uzundur, belə deyim də. İskəndərin bir bərbəri olur. İskəndərin buynuzu olur. O da həmişə gizlədir o buynuzunu. Bir dənə bərbəri bilir o buynuzu olduğunu. İskəndər də bərbərinə deyir ki, bunu kimə desən, bax səni öldürəcəm də mən, yəni mənim buynuzum olduğunu. O bərbərdə içində söz saxlaya bilmir də, belə bir söz deyən kimi qasıbxanaya deyən insanlar olur. Bərbər ürəyi dayanamır, İskəndərdən də qorxur. Gedir quyuya qışqırır ki, İskəndərin buynuzu var. Sonra quyudan qamış olur, qamış bitir. O şeydən də tütək düzəldirlər. Tütək başlayır mahnı oxumağa ki, İskəndərin buynuzu var, hər yerə yayılırdı o nəğmə. Yəni öz içində o sirrini saxlaya bilməyən insanlara nə deyirlər? Deyirlər İskəndərin buynuzu. Sonra məsələn, o boş yerə itirilən əməyə deyirlər ki, sizib əməyi. Məsələn, Yunanistanda olur, o allahlar olur, orada məsəl üçün deyirlər. Yəni belə çox maraqlı bölmədir həqiqətən, yəni indi uzun uzadıdır. Çalışın istifadə edin, dilinizə daxil edin, özünüzə də bir müddət sonra həqiqətən xoş gələcək. Bir də çalışın, indi sizə qrupa göndərəcəm. O lüğətlərdən də istifadə edin. Belə öyrənəcəksiniz. Mənim onun bir çətinliyi var ki, məsələn, indiki dövrdə də ünsiyyətdə o sözləri işlətsək, məsələn, onun ardında da bir izah tələbi yaranır. Həmin sözü izah eləmək. Elə Yəni də nə olsun belə ki, deyim, sən özünə də çox izah istifadə elə, eləmək qarşıdakı ki, insana da izah elə.
Əslə qalsa o türklər deyir kültür. O mədəni şeydən irəli gələn bir şeydir də. Ne maraqlı bir şeydir. Maraqlı bölmədir ümumiyyətcə bu. Nigardan gedir. Nigar 34-də baxaq. Fidan da testə baxmalıdır. Nigar 34-də baxaq. Nigar Cəfərov. Hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir? Hı. Yoxlamaq sınav. Eynək çəkmək, bayaq dediniz də Ay, müəllimə. Aşağı buna diqqət edin. Bəli, Nigar düzdür. Eynəklə çeşmək gözlük deməkdir də. Gözlük deyilir də, bəli. Amma bax, məsələn, yoxlamaqla sınamaq həmişə bir-birini əvəz edə bilmir. Dedimi? Həkim xəstənin nəbzini yoxladı, amma sınadı deyəmirsən. Ürəyim ağrıyır, amma könlüm ağrıyır deyəmirsən. Gözəl danışır, göstək danışır deyəmirsən. Dava ilə müharibədə. Müharibə ölkələr qalxır ayağa. Davada da ki, məhlə düş 5 nəfər dava edir. Eyni şey deyil ki. Bəli, düzdür. Fidan. Fidan İslamova. Aha, demək, Fidan səs aça bilirsənmi? Hı -hı. Bəli, bəli, danışıram. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Fidan, burada baxaq 41-ə baxaq, 41. 41. Hı -hı. Hansı zərcədə sözlərin üçünü də omonim kimi işlətmək mümkündür? Hı. Ürək, könül, qəlb burada işləmək olmur. Qəlb bəzən olur, bəzən olmur. Bir qapı, həyat burada da olmur. Ağ, qara, qırmızı burada da yox. Çürü, təsnif, qala. Çürü, təsnif, külək, don. Bu topdur. Aha. Hansı variantdır? Y variantı. D. Yox, Bax, D Y variantı Fidan. olmalıdır. D. Tamam, orada külək olmur. D. Dəmir. D, Bax. kürü, təsnif, qala. Asa. Hə, D. Çürü biri var balığın çürüsü, biri var çürümək feili. Qarı çürümək, yəni təmizləmək mənasında. Bir var təsnif, Muğamda mahnı olaraq təsnif, təsnif, bir də təsnif etmək. qruplaşdırma. Qala biri var qız qalası, biri var qalamaq feili. Hə, Bəli. nəysə qalıyız. Qız qalası, biri var qalamaq. Düzdür. Bizim deyilsin 2 dənə xanımımız var. Düzdür. Xanım Zamanova var, bir də xanım var. Yoxsa eyni xanım var. Yo, ayrı-ayrıdır. Hə, onda o biri xanım. Onda Hı -hı. digər xanım, Zamanova xanım. 43-ə baxaq. Yo, Zamanova baxdı, mən baxmamışam. Hə, onda tamam. 43-ə baxaq, onda baxmayan Hı -hı. xanımımız. Baxsın 43-ə. Hı -hı. Burada D variantı olacaq məncə. Aşağı. Bəli. Dolu demək sifət mənasında olur, bir də isim mənasında. Kütlə bir var insanlar, insan kütləsi, bir də var hansısa bir belə deyək də əşyanın kütləsi. Əsər bir var yazılmış hansısa bir yaradıcılıq əsəri, bir də var əsər əlamət qaldı mənasında. Aşağı. Düzdür. Bəli. Düzdür. Aşağı. Məlikədən gedir. Məlikə 44-də baxaq. Hər iki homonim kimi işlənə bilər. Hı -hı. Balqaş baş. A ya da D. İkisindən birində qalsa. A variantı mı? A olacaq yəqin ki, baş çünki çox mənalı. Bəli. Bağ meyvənin bağı, ayaqqabı bağı. Sağ tərəf mənasında, diri mənasında. Tala, talamaq, oğurlamaq. Tala, Bir də meşədə meşənin kiçik. talası. Bəli, düzdür. Ayşə. Qalib. Qalib 45-ə baxaq. Qalib, hə. 45. Hər üçü homonim kimi işlənə bilər. Bel, yol, dar. Hansı variantı götürdün? B variantı. D variantı yox. A variantı. Bax, saç biri var saçmaq feili, yəni ətrafa dağıtmaq.
Saç biri var başımızdakı tüklər. Daş biri var çöldəki daş. Biri var daşmaq feili. Qan biri var qanmaq feili. Biri də var qan bədənimizdə axan qan mənasında A variantı. Bax, B-də amonim yoxdur. Çünki almadır, çəkmədir, bölmədir. Vurğuya görə mənası dəyişən sözlər amonim deyil. C-də çökmə, vurğuya görə mənası dəyişir. D-də baş, yalnız çox mənalı sözdür. Y-dəki sözlərdə də alma ilə dolma, vurğuya görə mənası neyini dəyişir. Ayşə Qanun Qurbanova. müstəqilləndi, yoxsa necə A variantında? A-da saç başdakı tük, saçmaq, yəni ətrafa dağıtmaq. Məsələn, deyir ki, kitabları ətrafa saçdı. Daş biri var daşmaq feili, bizi çay daşdı. Biri var daş, bildiyimiz daş. Bayağı soldakı daş. Qan biri var qanmaq. Məsələn, bunu qanmaq, başa düşmək. Bir də var qan, bədənimizdəki qan. Başa düşdünüz? Kim vermişdi bu sualı? Hə. Ayşə, sən vermişdin bu sualı. Əmim xeyr. Hə, tamam. Onda Ayşə 57-yə baxaq. 47-yə 57. 57 omonim sözlərdir. Hı. Deməli 3 nağdı götürürük. 3, 5, Hı. 3, Göz yalnız 5. çox mənalıdır Ayşə. Gözün amonimliyi yoxdur. Onda 1, 5, 7 yox dəqiqə 1, 5 götürsək 4, 5 alışma. 1, 4, 5 D variantı. Ayşə. Fəsil, kitabın fəsli, bölmə. Fəsil biri var yay fəsli. 1. Alışmaq, öyrəşmək. Bir də var alışmaq, alışmaq, yanmaq. 1, 4. Xal biri var ki, 5 xal, 3 xal, 2 xal, biri var. Xal. Bir də var xal, bədənimizdəki xallar. Mən gözü niyə götürmədiniz? Göz yolunuz çox mənalıdır Ayşə. Gözün amonimliyi yoxdur axı. Otağın gözü, şkafın gözü. Yalnız çox mənalı. Amonimliyi necə olsun? Mən Hı, bəs. Ziyadan davam edirik. Mən. Aha. Ziya 60-a baxırıq. Aşağıdakı sözlərin hansılar amonimlik xüsusiyyətlərinə malikdir? Hı. Qala sözü biri var qalamaq feili, biri var qala, qısa. Ayşə. Bəli. Bu aiddir. Yaşıl sözü məncə aid deyil. Bəli. Göy, deməli göy rəng mənasında var. Məncə bu da aid deyil. Hı. Daha sonra Göy sağ aiddir. Göy biri aiddir. var. Bəli, bəli. Hı. Sağ aiddir. Sağmaq feili var, bir də sağ, yəni tərəf mənasında. Daha sonra şəkər deməli şəkər bu aid deyil. Bəli. Qəlb deməli qəlb sözü 1-5. Qəlb. Aha, hansı hesabları var? Cavab yəni 1-4-5-dir. Ayşə, düzdür. Almaq sözü, hə bildim almaq. Al biri var almaq, biri var ki al rəng, al qırmızı. O mənada al. Bəli. İçməklə davam edirik. İçmək səs aça bilirsinizmi? İçmək səs aça bilmir, tamam. Müfane ilə davam edirik. İlk. Hani burada 6-ya baxaq. Müfane səs aça bilirsənmi? Tamam. Fərhad. Fərhad 6-ya baxaq. Fərhad Zeynal. Fərhad səs aça bilmir. buyurun. Buraya da baxa bilmir. Tamam, müfane aça bilmir. Hə. Fərhad 6-ya baxaq. Bəli, hansı cərgələrdə sinonim frazeoloji birləşmələr verilmişdir? Sözünüzü mən birinci dəfədə qoşuluram. Biraz Narahat olmayın, Fərman. Yəni baxın suala. İzaha qulaq astınız da bayaqları.
Tam olmamışam, bir 15 dəqiqə Dərsin ayrılmışdım. ortasından qoşuldunuz. Bəli. Bir-birinə Hansı yaxın məna olan sinonimləri tapacağıq. Deyim mən. Fərhad, demək istəyirsiniz siz? hansı cəgərdə sinonim frazeoloji birləşmələr verilmiş? Sinonim frazeoloji birləşmələr Sinonim, sözü yəni bir-birinə yaxın məna bildirən frazeoloji birləşmələr istəyir. adı dildən dilə düşmək, ağızdan ağıza gəzmək, Ay, sağ ol. könlündən keçmək, ürəyi istəmək, bu da odur. 1-2 başa düşmək, baş çəkmək, bu deyil. Özündən çıxmaq, hirsi başına vurmaq, bu da ola bilər. 1-2-4-dür məncə. Ay, sağ ol. 1, 2, 4. Bəli, düzdür. Bu deyil bir var. Düzdür. Tamam. Oxumayan qaldı uşaqlar. Test oxumayan qaldı mı kimdəsə? Mən qaldım mənimdə. Kim? Mən qalmışam. Qardaşım. Hə, qardaşxan qalıb. Bir də kim qalıb dedi qızlardan? Ayşə. Mən. Yəni. Tamam. Bircə saniyə. Ayşə 8-ə baxaq. Köksünü ötürmək frazeoloji birləşməsinin sinonimi hansıdır? Ürəyin köksünü ötürmək, ürəyin Bilirik. and içmək. Ay, sağ ol. Hətta deyilir, axın dağlara, daşlara köks ötürəndə eşitmisinizmi? Bəli, köksünü ötürmək. Düzdür, bəli. Qardaşxanla davam edirik. Bir saniyə. Qardaşxan 11-ə baxaq. Daşıb qalmaq, başını daşdan, yüzü başdan, kələfin ucunu tutmaq. Ay, sağ ol. Bəli, uşaqlar, kələfin ucunu itirmək çaşıb. Kələf bilirsiniz nədir bu? Kələf nəyinsə ucu hissəsi olur. Məsələn, o dolaşdırırsan ha. Pas şeydə olur da, məsələn, yastıq falan üzün dəyişdirəndə fikir verirsənmi? Onu döşəyi falan üzün dəyişdirəndə onun ucu hissəsini onu yerləşdirəndə çətin olur da, orada neyinir? Qarışır. Ona deyirlər kələfin ucunu itirmək. Yəni çaşıb qalmaq. Bəli, düz. Baxın. Bir dənə buranı bağlayaq. Bir dənə buradan uşaqlar bir məsələ var. Qoy onu deyim. Testdə gördüm. Demək, amonim frazeoloji birləşmələr var. Amonim frazeoloji birləşmələr hansılardır? Bax. Ayaq tutmaq, biri var təzə-təzə yerimək, biri var ayaq tutmaq. Deyirik, abla biz ondan ayaq tuta bilmərik. Yəni bərabərləşmək mənasında. Ağlı başından çıxmaq, biri var ağlını itirmək, bir də var ağlı başından çıxmaq, məftun olmaq. Məsələn deyirsən, onu görəndə ağlı başından çıxır. Başa vurmaq, biri var təhsilini başa vurmaq, yəni bitirirsən. Bir də var başa vurmaq dediyi, elədiyini başa vursan. Gəlib dedi başına vursan ki, onu elədim, bunu elədim sənə, nə elədim? Can vermək, biri var, məsələn, yazın gəlişi təbiətə can verdi. Bir də var can vermək, ölmək. Məsələn, qoca evdə can verir. Üz vermək, indi biraz çobul səslənsə də işlədirik. Üz verirsən, asar istəyir. Bir də var üz vermək, hər hansısa bir hadisənin baş verməyi. Ürəyin yanmaq, biri var susamaq. Məsələn, deyir, ürəyim yanır, mənə bir tikə su ver. Bir də var ürəyə yanmaq, yazığım gəlir. Məsələn, mənim ona ürəyim yanır. Söz vermək, biri var deyirsən ki, çıxışda Arifə söz verdilər. Bir də var söz vermək. Məsələn, Ayşən deyir ki, mən imtahandan yüksək bal yığacağam. Söz vermək. İşə düşmək, biri var maşın işə düşdü. Bir də var oturduğun yerdə işə düşürsün. Deyir, ayda mən işə düşdüm. Cana gəlmək, biri var böyümək mənasında. Məsələn, cana gəlib, böyüyüb, qəşəngləşib. Bir də var cana gəlmək. Məsələn, yorulmuşam, təngə gəlmişəm, işlərin çoxluğundan nədənsə bezmək mənası. Bu da bunların nələrdir? Mənalar. Belə. Aslında bunlar geniş. Bitdi uşaqlar. Və bugünkü dərsimiz oldu nə? Leksika hissəsi oldu. Həm maraqlı hissədir, həm də belə şeydir. Qrupa indi göndərəcəm. Bir də uşaqlar, keçən dərs dərsə qoşulanlar, üzrlüsən ki, gündür mənim başım çox qarışıq olurdu. Mesajlara baxa bilmirdim. O material qrupuna qoşulmaq üçün. Material qrupunun linkini o biri qrupa göndərəcəm. Kim qoşulmayıbsa, qoşulanlar zəhmət olmasa ora qoşulsun, yaxşımı? Bir də
əvvəlki dərslərin bu materiallarını filan da yazın belə şəxsi də göndərin, yaxşımı? Ümumi qrupa, material qrupunun linkini göndərəcəm. Yeni qoşulanlar və ya kim qoşulmayıbsa qoşulsun. Çünki materialları başqa qrupda paylaşıram, yaxşı? Bu qrupda paylaşanda aləm dəyir bir-birinə. Bir də əvvəlki dərslərin videosunu, tapşırığını da istəsəz göndərərəm, baxarsınız. Bugün göndərəcəm. 2 gündə Müəllim, mənə bu ümumi dərslərin hamısının mən çıxartdırmaq istəyirəm. Çünki telefondan yox, kitabdan oxumaq daha rahat. Orada bir dənə göndərmisiniz, onun hamısı oradadır. Hə, Material qrupu. hə, Bütün Fidan, bəli. dərslər hamısı orada var. Hə, hamısı oradadır. Bir dənə dil və nitq fərqlidir, bir də mürəkkəb adlar. Qalan amma bütün dərslər, hər dərs ayrıca PDF göndərməyəcəm. Bir dənə PDF-imiz olacaq, ondan istifadə edəcəyik. Hə, tamam, mən atmışam. Bugün çıxartmaq istədim. Dedim, bugün soruşaram sizdən görüm. Eynidir Bəlkə Fidan, çıxart, bəli. Yəni bir dənə onu çıxarsan yetərlidir. Test uşaqlar, bir kimin test bankı var, ondan istifadə edirik dərsimizdə. Amma belə də kvizlər də olacaq, əlavə testlər də işləyəcək, o heç. Amma belə test olaraq kimin toplusu, birinci və ikinci hissə. O da bizə lazım olan 2019-cu ilin nəşridir. Belə də telefondan da işləyə bilərsiniz. Lap belədə də kim istəsə, kitab mağazalarının, ikinci əl kitab mağazalar olur. Yəni bəzən pulsuz belə verirlər, oradan soruşun. Elə də 1 manata, 2 manata, yəni istəsəz onları ala bilərsiniz. Belə. Yəni asan. Müəllimə, sual bildirəm sizə. Hə, buyurun. Dərslə bağlı deyil, imtahanla bağlıdır. Ümumiyyətlə soruşmaq istəyirəm ki, yəni ən sonuncu dəfə sizin tələbələrdən imtahan verənlər Azərbaycan dilindən nə qədər yazıblar? Çünki mənim bir tanışım var, dövlət qulluğunda sonuncu imtahanda nəzarətçi olub və deyir ki, Azərbaycan dilində ümumiyyətlə nəticələr heç yaxşı deyil. Yəni o qədər çətin düşüb, yoxsa o insanın özündən asılıdır? Onu bir dənə soruşmaq istəyirdim sizdən. Son bir şey deyim. Rəğbiyə yaxşı sual verdi əslində. Biz siz uşaqlar, təbii ki, individual bir şeydir də. İnsanın insana həqiqətən. Bir də var Rüqiyyə belə bir şey də deyim. Bəli. İmtahan prosesində uşaqlar çalışın ki, yəni məsləhət vermək kimi olmasın, heç kimin sözünə qulaq asmayın. Ümumiyyətlə dövlət qulluğu bilirsiniz də biraz miflərlə doludur. İmtahan vermə, müsahibəyə hazırlaşma, yəni özünüz bilirsiniz də başqa şeylər deyirlər. Bura qədər gəlmisinizsə, o miflərin hamısını belə deyim də, qoyun kənara. Kim nə deyirsə, yəni və sizə belə bir şey deyim. Keçən dəfə uşaqlara deyirəm. Tələbə var ki, inan ki, 39-38 yaşı var. Adını da qoy deyim. Məhbubə Əsgərova. Səhifədə paylaşmışam. 90 neçə bal yığmışdı Məhbubə. O yaşa rəğmən, indi baxma da fasilə verib arada. İnanın, Məhbubə ilə bərabər qrupda hazırlaşan digərləri cavan idi, universiteti qutaranlar. Hamı kəsildi bir Məhbubə girdi. Niyə? Çünki bu insanın çalışqanlığı vardı, məsuliyyəti var idi, qətiyyət. Dövlət qulluğu biraz yorucu prosesdir, biraz uzun prosesdir, amma çox qəşəngdir də. Yəni bir dəqiqə ən çox sərf eləyən, gəlin etiraf eləyək ki, maaş da artıb sərf eləyir. Dövlət qulluqçu statusu almaq da bir ayrıcalıqdır, düzdürmü? Yəni çətin bir yoldur deyənə və ayrıcalığı da var deyənə, ora gedən yolda nələrdənsə keçirsinizsə ona dəyər. Başa düşdünüz necə? Heç kimin öz-özünü müqayisə eləməyin, heç kimin dediyini əsla fikir verməyin. Sadəcə elədiyiniz şey bizdə şey olsun. Hər şeydə bu belədir. Qabağınıza məqsəd qoyun, mən bunu eləyəcəm. Çətindir, yəni deməyin də çətindir. Birazdan sonra mental olaraq da yorulacaqsınız, işlə, ailə ilə, hazırlıqla. Amma sonra kim qalır? Güclü olanlar qalib gələcək. Heç kim heç nə dediyinə fikir, ay Azərbaycan dili, ay Azərbaycan dili çətin filan deyil, əsla. Ən asan burada 4 fənnin içində Azərbaycan dilidir. Neçə ildir siz bu fənni keçmisiniz? Başa düşdünüz necə? Necə çətin ola bilər? Yəni nə mənada çətin? Ola bilər o otaqda, məsələn belə deyim də Ruqiyyə, o otaqda 10 nəfər varsa, onun Azərbaycan dilisi zəifdir. Təbii ki, onun üçün də Azərbaycan dili çətin olacaq. Bəli, Düzdür. Amma məsələn tutam, əgər otaqda 10 nəfər varsa, onun da Azərbaycan dilisi yaxşısa, çıxmasın. Azərbaycan dili su idi. Elə deyəcək. Yəni ona görə çətin zət deyil. Mən sizə heç başdan da dedim ki, 4 fənnin içində rahatı digərlərinə baxanda, müqayisə edəndə keçdiyiniz, bildiyiniz, necə deyim, bazanız olan bir məsələdir. Niyə çətin? Müəllim, 15 sual düşür. Necə? 15 sual düşür. Bəli, 15 dənə sual olur.
15 yazılı olur, 15 informatik olur, 30 məntiq olur, 40 dənə də qal. Bir də bax, mən nə istəməsin, fənlər arasında ay-seçkilik eləməyin. Tələbələr eləyirlər. Müəllimə, qanun 40 sualdır, gedirəm onu oxumağa. Müəllimə, məntiq 30 sualdır, o bizə bal verir. Bal baldır, bal baldır, 1 balda, 2 balda, 3 balda. O necə yəni? 4 dənə fəndir. Siz hamısından bacardığınız qədər yazmalısınız da. Yoxsa bir fənnin başını boşlayıq, gedək o birisini yazıq. Elə şey olmur axı. Yəni elə şey eləməyin. Elə şey eləsə seçsin. Elə inanın ki, onda nəticə olmayacaq. Ögey münasibət bəsləməyin ki, mən bunu oxuya bilmirəm. Bu mənə bal vermir. Gedim biraz onu oxuyum. Yox, elə bir şey zad eləmirəm. İnanın, bax tələbə tanıyıram. Fariz müəllim özü də etiraf eləyər. Təbriz adında tələbə idi. İndi heç kimin yadındadır. Bu insan 39 dənə qanun yazırdı. 39 dənə qanun yazmaq. 3 dəfə imtahana girdi. Bax, Fariz müəllimdən soruşun, Təbriz. Yəni deyim, indi Təbriz müəllim familiyasını bilər. Təbriz adında tələbə. 39 dənə qanun yazırdı bu insan. 38 dənə, 3 dəfə, 4 dəfə nə olsun? Gedirdi ofis fənlərini yazan vurdu, kəsilirdi. 39 qanunla bu insan kəsilib gəlirdi. Axırda da deyirsən olmaz. Niyə? Bir dənə qanunu oxuyum ofis fənlə. Öyle şey olur. Öyle şey olur. O yəni elə bir şey olmur. Əsla. Olsun Ən müəllimə. çətin informatikadır. Hə? Ən çətin informatikadır. Elə deyirlər tələbələr. İndi ola bilər. Yadda Tələbələr. qalan deyil. Hə, yadda qalan deyil, amma Mənim üçün də ən çətin informatikadır. tələbələrim çoxsu elə deyir ki, informatika Məntiqi heç olmazsa qaydanı tutanda yazmaq olur. Amma informatika anlaşılan bir dərs deyil o qədər də. tələbələrin çoxsuna çətin gəlir o informatika elədir. Çətin Valla, belə informatika bir şey deyil. İnanın, keçən dəfə dedim, dövr zamanı elədir ki, asan heç nə yoxdur. Heç nə, heç kimə çox asanlıqla, heç kimə, hər belə da. Mən hətta sizə bir şey deyim. Kursa elə tələbələr gəlir ki, yəni artıq belə deyim də, sektor müdürü, şöbə müdürü falan da belə pərdə hazırlığa gəlirlər. Deyir ki, müəllimə deyir, inan deyir, əlacı olsa, yəni mən bir yol tapıb belə deyim də, bu işə eləyərəm. Yəni sertifikatı alın ki, işə də girəndə uzaq formada girəsiz. İnanın bir dəqiqə 50 yaşındakı insan, özünüz bilirsiniz də, hər yerdə imtahandır. Yəni, sertifikatı alın, rahat-rahat, uzaq bir formada gedin işinizə. Kimdənsə də nəsə tələb eləyəndə deyin ki, mən sertifikatım var. Əziyyəti bir dəfə çəkin, qəşəng çəkin, sonra nəticəsini görün. Heç Məndə kimə məsələn, mən də inanmayın. universiteti bu il qutaramda qiyabiyəm. Su bakalavr kimi getmişəm. Əslində mən 2012-də qurtarmışam məktəbi. Neçə il keçib də. Əvvəl çox gözəl bilirdim dil ədəbiyyatı, müəllim səviyyəsində də. İndi gör neçə il keçib də yadımdan çıxıb, o qədər tam yadımda qalmır. Normaldır. Yəni Məlikə normaldır. Arada Ay, insan inan ki, mənim özümdə bir il Azərbaycan dili keçməyim, müəllimlik eləməyim. İnan ki, mən də bir ildən sonra hər şey Yəni müəllim təzə məktəbi qutaran vaxt olsaydı çox super idim də. Çox qəşəng idi. Demək ki, qismət bu günəymiş. Demək ki, Su qismət var. bakalavr kimi girmişəm. Müəllim indi 5-ci kursam da qutaram. İnşallah ki, sentyabra diplom almalıyam. Yəni düşündüm necə işə girmək olar. Təcrübəsiz qəbul eləmirlər. Yəni ən çətin Gözləri yolu bunu dövlət seçdim qulluğu. ki, dövlət qulluğu ilə yəni düşündüm ki, girə bilərəm. Ən gözəli Məlikə, dövlət qulluğudur uşaqlar. Bax, seçdiyiniz bu yolda hər birinizi uğurlar arzulayıram. Səbr arzulayıram, dözüm arzulayıram. Həqiqətən Allahdan tez-tez dua eləyin. Allahdan birinci özünüzə belə, siz necə bir şey arzulayın. Dözüm arzulayın ki, Allahım çıxdığım bu yolda insan bəzən tükənir. O tükəndiyiniz anda deyin ki, Allahım gücümə əsirgəmə. Tükənsəz deyib yox. Bir müddət tükənin, sonra ayağa əsas ki, ayağa durmaq gücünüzü özündə, yəni özünüzdə tapın. Yaxşımı? Yorulmayın. Yorulsanız da sonradan ayağa durmağın bir yolunu tapın. Onsuz da hər kəs yorulur yəni. Uğurlar Oktyabrın arzulayıram. əvvəli olacaq müəllim imtahan Necə? inşallah. Oktyabrın əvvəli olacaq. Oktyabrın əvvəli Hələ imtahan. ki indi açıqlanmıyor. Hələ ki o bilinmir də, yəni etap gedir. Hələ ki o vaxt indi açıqlananda inşallah Bir biləcəyik. D qrupu üzrə hər ay olur. Ona görə soruşuram. Olur, amma indi hələ açıqlansın. Gör, hələ indi hansı ayda. Müəllimə, İnşallah. müəllimə bir də ki nəzəriyyədən düşür, yoxsa çox Yox, düşür, yoxsa xanım, necə? düşmür. Bu səhvdir, o düzdür, yox, düşmür. O yaxşı bir şeydir, düşmür. Səhv Xeyr. düzü aparmır da yəni. Yox, aparmır. Xeyr. Çox yaxşı. Bilmədiyimizlə yaza bilərik. Limit də yoxdur yəqin ki, müəllim.
Yox, limit yoxdur. 3 Abi dənə də mən o yazdın, limitləri keçəcəksən, 5 hesabladım. dənə Hə. yazdın, kəsəcəksən. Elə bir şey yoxdur. O da yaxşı. Magistrda Digər da fənlərə də o başıma limitlər gəlmişdi aiddir yoxsa incəsindən. necə? Necə? Magistrda Digər da başıma fənlərə də. gəlmişdi incəsindən. Hə, magistrda limit var, hə? Var limit, bəli. Burada Var, yox. incəsindən var. Magistrda var. Yox, Hamısından var. Mən Bütün informatikadan kəsilmişdim. dövlət qulluğunda limit sıfırda yazsan, Mən də balı birinciden keçmirsənsə incəsindən keçmirsən. kəsilmişdim, ikinciden Hətta çəkdim. bir fəndən sıfır heç nə yazmasaq onu da keçirir. O birlərdə yəni o balı toplamışıqsa 3 Bəli, fəndən. bəli. Dövlət Onu qulluğu mənada belə bonuslu olan bir şeydir. Əslində buradan baxanda daha rahat görsənir. Mən də 10 il bundan qabaq qurtarmışam universiteti. Sadəcə ixtisasıma görə işləməyin tək yolu bu olduğunu düşündüm. mən də iqtisadçıyam ona görə məcburam. Belə Çünki uşaqlar. Hə, nəsə deyirdiniz deyin. Yox, heç çox mən sağ olun. çox sağ olun. Təşəkkür Buyurun. edirəm. Siz sağ. Xeyr, gecəniz xeyrə, yuxunuz şirin olsun. Allah amanında. Bir daha Eyvallah. deyirəm, hər birinizə uğurlar arzulayıram. Hər şey ürəyinizdə və könlünüzdə olsun inşallah Allahın izniyle. Təşəkkürlər, çox Sağ sağ olun. olun. Siz İnşallah. sağ olun, sağ olun, sağ Sağ olun. olun. Sağ olun.